ətrafında, xüsusilə də bağ qurmuş olduğun insanların uğurları, məsələn, maddi yöndən ola bilər, hər hansı bir təhsil yönündə ola bilər və yaxud da ki, romantik münasibətdə əldə etdikləri xoşbəxtlik ola bilər. Əgər səni bunlara şahid olduqda sən dərindən kədər hissi keçirirsənsə, bu əslində sənin pis insan olmağınla əlaqəli deyil. Bu, sənin də bunları həyata çəkmə potensialının olduğunu göstərən bir hissdir əslində. Belə ki, bəzi insanlar bizi ilhamlandırır, bəzilərinə də qısqanclıq hissi keçirə bilərik. İlhamlandıran insanlar bu potensialın bizdə olduğunun fərqində olduğumuz insanlardır. Deyək ki, birisi çox yaxşı xarici dildə danışır və sən ona baxıb həvəs hiss edirsən. Çünki bilirsən ki, səndə də o potensial var əslində. Bunu şuurlu bilə bilərsən, şuurlu olmayan şəkildə bilə bilərsən. Amma kiminsə həyatında çox yaxşı bir münasibət var və sən dərindən üzülürsən, kədərlənirsən buna, çünki səndə hal-hazırda yoxdur. Əslində bu isə kainatın sənə göndərdiyi bir işarədir. Səndə də bu potensial var. Sən də çox yaxşı bir münasibətə sahib ola bilərsən və ya sən də çox yaxşı pul qazana bilərsən. Onun üçün də qısqanclıq və ya həsəd hissi keçirirsən. Əslində bu hisslə üzləşməyin və o hissin sənin özünə inteqrasiya etməsinə izin verməyin həyatını dəyişə bilər.